Bizi apardı o illere. Hakikaten o elen iller idi ki, indi hamımız bilirik de, o illerde insan hiç neye fikirləşmir. Yani ona illeri biz edebiyatta kaygısız iller diller. Hazır yiyir. Kaygısız iller, bezimizde de olmurdu. Nasip müəllim rahmetli İskender'in adını çekti, biz oraya Avaz dedik de. Avaz da biraz uzun müddet tek oğlan olmuştu evde. Biraz erköyün idi. Biraz gülmeyi de ki, bir qeyri-adi gülmeyi vardı. Demək Nasib müəllim dərsində yuxarı sinifdə oxuydu. Bu biraz şuluq elədi, Nasib müəllim bunu möhkəm döydü. Çox möhkəm döydü. Hatta elə oldu ki, mən durdum ayağa, Nasib müəllimdən arxadan yapışdım. Çəkdim bu yana, yapışdım Nasib müəllimə, sən neysə, yaxın uşağı öldürəcəksən də. Qızmışdı, dəyinə də qızmışdı. Həm yazıdadır Nasib. Neysə, sonra onu aldı. Yani vaxtı məqam olub, Babasərdə işləyirəm. Gəldim, orada 50'nin çarşısı vardı, indi orada təzə düzəldi. Orada oturmuşuq, Nasib müəllim gəldi. Gəldi, biz də 5-6 nəfərdir, sinif yoldaşlarıyla. Nasib müəllim gəldi. Avaz bir az dedi, mən sənə halal eləməyəcəm. Nəyə halal eləməyəcəm? Mən döymüsən, mənə halallıq verməlisən. Dedim, neyiniyim? Dedim, mən bir dənə Marlboro sigareti aldı. Hakikaten Nasir müəllim birdən Marlboro sigareti aldı. Bağışladı ona, dedi, indi halal eləməyəcəm. Çay da pulu verdi, düzdür. Nasir müəllim bax, bizə xatirələrdə bizə qalıb. Hakikaten. Onların ikisi də, onlardan da başqaları var. Belə qızıl uşaqdılar. Belə hadisələr olub. Allah onları rəhmət edin. Bizim bax, bu Nasir müəllim bu sözündən sonra mən istəyərdim bizim şagirdlərimizdən, şagird deyəcəm amma mən demirəm belə. Şimdi ağıl adamlarsınız ama şagird deyəcəm. Bizim şagirdlərimizlə sözümüzü davam eləyək. Elə o başdan başlayaq. Bu Rövşən biz neyse oxumur. İki tane adı var özdə, zannet edir. Bir tane Matlabdır, aslı adı Matlabdır. El arasında ona Rövşən O da deyirlər. gəlib iştirak edib. Bunu koyun bir de anekdot fasıl bir şey danışır. Bir de bu rəhmətli Mirazzin anekdotudur. Deyir 200 nəfər tuturlar, deyirlər sən adın nədir? Deyir Hüseyin. Bir sənə İmam Hüseyinə görə bağışlayıram, get. Deyir sən adın nədir? Deyir Hasan. Deyir get səni də Hasan görə bağışlayıram, İmam Hasan'a görə. Deyir Ömürsin, Ömer Rafiq. Ömürsin deyir, mənim adım məsələn Rafiqdir, mənə el arasında Fatıma deyirlər. O var, o da var. Deyir sən də yaxşı qaldın, sən də get. İndi bunun da iki adı var, bu adlarına görə gəlib bir təhər bağışlayaq da. O da geçsin. 5-6 il bizdə oxudu. 5-6 tane de müəllimi olsun, 100 günə qoydu. Neyse, ama gəlib çıxıb da, indi burada gəlib çıxıb şükürlər olsun. Gəlib haqq yolunu tapdı. Onun saxlayan 76 Başa düşdü, həyatı başa düşdü. Çox təlatümlər, nə bilim, başına çox həngamalar gəlir. İndi Allah tərəfi deyəndə nə olar? Özünüz belə saxlayıbsa bu böyük şeydir. Hələ o başdan başlayaq, mətləbə söz verək və görək öz ürək sözlərini desin. Buyur mətləb. Salamlayır. Bu 76-nın məzunlarında mənim bir dənə arzum var. Allah sizin bağlarınızı, nəvələrinizi, bütün keçənlər, hamımızı müvəffəq eləsin inşallah. Kimin subayı var? Bəramizdir, Zakirdir, mənəm. Kimin subayı var? Onların toyunda yığışaq Allahın köməliyi. Yaxşı ki varsınız, Allah sizi var eləsin. Sağ olun. Çok sağ ol. Rövşən, elə davam eləyək oradan. Məhəmməd Rövşən danışdı. Ağaya namazda Rövşən Danışdı, Ben sana deməyəm. Yox, danışdı. Qanat eləməyək səni. Neydi? Maalesef. Onda keçər burada. Zakir müəllim deyəcək. Zakirlər. Müəllimlər danışsın. Müəllimlər danışdırır, narahat olun. Kızılmadı. Ayşəndən müdaxilə eləməyim. Ayşəndən sizdə. Burada hamı söz deməlidir. Heç kim özünü duyurmasın. Ağınızı xoş görünüyor. Allah sizi canın salamat eləsin ki, varsınız. Arzum çoxdur, amma onu deyim ki, arzuların çoxundadır. Mən də sizin arzularınızı qoşum. Bu yoldaşlar adına, Ağa Sultandır, Əmma oğlu. Bax, sən deyəcəksin. Malik'ti, Ağayar'dı, hamının adından size can sağlığı, uzun ömür arzu. Gelen günleriniz hoş olsun, ömrünüz uzun, gününüz hoş geçsin. O gün olsun, subaylar, bütün subayların toyunda iştirak ediyor. İmkanda, Allah Teala sizin hamımıza imkan versin, fırsat versin.
ailəlicə xoşbəxtlik nəsib etsin. Biz də Allah Teala nə qədər ömür verir inşallah çalışaraq iştirak edirik. Çox sağ olun, yaxşı ki varsınız. Allah canınızı sağ olun. Sağ ol Zakir. Sağ ol. Sağ ol Zakir. Hazret Əli insan öz dilinin altında güzel. Tanış ki tanımaz. Ben öyle xahiş edirəm, danışma. Yani, ürəyinizi açın. Burada da gizlətmin özünüzü. Açın, danışın. Burada yerimizde değişmişik. Şükür Allah, sərin hava. Vaxtımız bol. Hamımız da pensioner adam. İşimiz yok, gücümüz yok. Pensiyalar da ala geldi. Pensiyona geldi. O gün tanışma olalım. Yani bizim içərimizdə Hakim müəllim haqqında mən xüsusi danışmaq istəyirəm. Mən biraz o 10 il müddətində icra nümayəndəsində bu rayonların hamısı gəzirdim, kətləri. Əksəriyyətində olmuşam. Və məktəblərdə də çox olmuşam. Və gəlib bizim məktəbdə zavut işləyəndə ondan əvvəl mən onlara deyirdim ki, Oradiya məktəbinin müəllimləri kimi savadlı müəllim heç yerdə yox. Bu faktdır. Bunu belə sözdür. Bilməm gözümlə görmüşəm də. Nəyə görə burada mən bunu deyirəm? Bəzən onlar görürsən özlərinin bir dənə xırda bir dənə o adamını o qədər tərifləyirlər. Adam baxır da bunun qabı budur da, bunun tutumu budur. Bunu niyə tərifləyirsən bu qədər? Amma biz isə özümüzün filimizi gətirib qarışqa edirik. Bir dənə onun haqqında tərif söz deməyə də biz qısqanırıq. Elə şeylər bizdə də var. Yəni bu cəhətimizi də deyək. Hakim müəllim, mən bilirəm ki, əgər Bakıda qalsaydı, indi bəlkə də akademikdir, ya böyük professorlardan biri idi. Yəni buna şübhə yoxdur. Mən səhv eləmirəmsə, Nəsimi dramı Hakim müəllim yazıb, o dramı, Nəsimi dramın vaxtı ilə siz bəlkə də bilmirsiniz. Onu tamaşaya da qoyublar bizim məktəbdə, biz uşaqdır. O tamaşaya da qoyuldu. Belə idi Hakim müəllim. Elə idi. Hə, belə bir şey vardı. Yəni istedad gəldi məsələn məcbur oldu indi hansı vəziyyətlə, daxili vəziyyətlə, ailə vəziyyəti ilə gəldi, qəsəbəyə qayıtdı və beləsi vəziyyətdə davam elədi bir müəllim ki, amma müəllim kimi müəllim. Bəli, müəllim kimi müəllimdir və çoxlu yetirmələri var, şagirdləri var. Onun dərs dediyi şagirdlər hamısı ali məktəblərə rahat qəbul olunub. Biz bunu bilirik və sevinirik, fəxr edirik. Ona görə də mən məmnuniyyətlə sözü Hakim müəllim cavabdava verərdim. Buyursun Hakim müəllim. Təşəkkür edirəm. Kim nə deyir desin, tarif yaxşı şeydir. Allah kömək olsun, sağ olun. Məni maraton oturdu ki, mənim yadımdan çıxan şeylər var. O tamaşanı rəhmətli Qoyağa müəllim köməkliyi ilə tamaşaya qoymuş. Allah ruh inşallah eləsin. Belə də bir şey deyirdi, var da yalan şey deyirdi. Bunun o yan bu yanına alsaqdı falan adı. 69-cu ildə mən 10-cuda oxuyanda Baladiya klubu var ha. Siz görmədim. Ona adamla dolu idi yalnız. Qadınlı kişili dolu idilər. Rəhmətli elə Məmməd əmi özü də. Bütün onlar mən belə həqiqətən də bir partlayış oldu, plan oldu. Sonra Teymurov Əlifağa dedi ki, ya bunu şeydir, Nəsimi dramı insanlar uğradılar. Biz apardık onu orada saf eləməyə falana. O dedilər itib. O Əlifağa bir də rəng verdi. Dedi o sənin dramı onlar işlədiblər, o Asım Balayev oynayır. Onunla uğrayıblar deyir onlar. Yalandan deyir, zarafat edirdi. Bizi bura məktəb yığıb. Müəllimi də, uşağı da. Məktəb nədir? Ben rəhmətli Mirgiyos Axundan bir dənə şey eşitmişəm. Avqust ayında konferansda danışdı. Nə dərəcədə doğrudur, Allah onu rəhmət eləsin. Dedi bir gün Peyğəmbər əleyhissalamdan xəbər alırlar ki, ya Peyğəmbər bu məktəbdən bu qədər danışırsan ha. Məktəb böyüdü, ya Peyğəmbər böyüdü. Deyir, nə danışsan, məktəb böyüdü. Məktəb böyüdü, ya Quran-ı Kərim böyüdü. Deyir, məktəb böyüdü. Axırda qorxa-qorxa xəbər alırlar ki, ya Peyğəmbər məktəb böyüdü, Allah böyüdü. Deyir, Allah, məktəb böyüdü. Deyirlər, necə yəni Allah bu məktəbi yad. Deyir, əgər məktəb olmasaydı, uşaq nə Allahı, nə Peyğəmbəri, nə də Quranı tanıyardı. Bütün bunları tanıdan məktəb. Gördüm ki, ağlabatan düşürdü. Məktəb millətin gələcəyidir, millətin varı dövlətidir. Dünyanın bütün yaxşı kişiləri, dünya malına nifrət edib, əllərində pulla adamlar ancaq məktəb açırlar. Lev Tolstoy məktəb açmışdı. 71 nəfərlə məşğul olurdu və ana dili təlimi üçün öz hekayələrini
kendi balalarını orada oxutdururdu. Onun orada xeyri yoxdur. Rabindranath Tagore Hindistan'da məktəb açmışdı. Məktəbi şagirdləri, kəndi mallarını yığmışdı. Millətin gələcəyini fikirləşirdi. Məktəb gələcəkdə onun adını daşıdı. Kollec oldu, universitet oldu və yayıldı bütün bu Hindistana yayıldı. Və yaxud bizim Azərbaycanlılardan da Firdun bəy Kösərli Qori seminariyasını gətirmişdi. Qazax rayonuna gətirmişdi və orada asmışdı. Yəni bu məktəb böyük şeydir. Məktəb millətin gələcəyidir. Yəni da şey deyim, mən çox danışmayacağım. Mən bu 3-4 gündə o qədər danışmışam ki, vallahi tələbə olanda bu qədər imtahan verəndə danışmamışım, danışmışam. Nəyim var, xərcliyib qutarmışam, indi gələn ilə hazırlıq görəm, Allah ömür versə. Deməli, bu məktəb bütün dünya üçün bir etalondur. Dünyanın əxlaqı üçün etalondur. Yəni məktəbi olan ölkələrlə gündədir, məktəbi olmayan ölkələrlə gündədir. Və mənim başa düşdüyüm axır vaxtda Allah Taala dünyanın ən böyük müəllimidir. Dünya Allah Taala'nın məktəbidir. Və bununla kifayət olunmuyor. Və 124 mində müəllim göndərib, peyğəmbər göndərib. Və dünya bu sırada yaşayıb, inkişaf edir. Və o müəllimlər Allah Taala'nın dediyini öyrətməyə çalışırlar bandalara. Bandaların çoxu qəbul eləmir. Necə ki, müəllim sinifə girir, 20 nəfərdən 5-i qəbul edir, 15-i qəbul eləmir, deyinir, döyüşür və müəllim qalıb direktorla uşaq arasında. Peyğəmbərlər də qalıblar Allahla banda arasında. Deyirlər, vallah, və Peyğəmbər əleyhissalama dəfələrlə Allah Taala ayalardan bildirir ki, mən sənə hökm eləməyə göndərməmişəm, ancaq mənim dediklərimi çatdırmağa göndərmişəm. Ya çatdır gidən orada. Məktəb böyük nemətdir. Və bu günləri, o məktəbin nemətlərin, bu balalar burada yığılıblar bura. Mən bayaqları dedim ki, salam uşaqlar dedim, sonra yardım ki, bunlar uşaqlarla mənə aramda işlərdir, fərq var. Azər yaşlı adamlarsın, rəhmətli böyüklər demişəm deyərdi ki, uşaq oraya gəlmədi, uşaq da oğludur, oğlunun 55-60 yaşı var ki, gecikib işdən gez gəlib, balaları xora yeməyə vermir. Mənim oğlum da yalar bir yerdə yiyarlar. Allah hamının gününü xoş eləsin inşallah. Yəni 50'li keçirdin 100'ə nə qaldı? 50 var. Yəni 60'a da ümid var Allahın köməyi ilə. 57 də var. Biz dünənləri 57 keçirdik. Ağacın yarpaqlarını sökdülər, axırda 5-6 da yarpaq qalar və dünənləri 57'li keçirdik. 13 nəfərlə gəldik. Dedim, zarafat elədim, burada 13'də bir dənə nas var, birini burada öldürməli ki, o 2 nəfər qalaydı dedi, 12 nəfər olaydı dedi, bir nəfər artıqdır. Hamımızı təbrik edirəm. Hamımıza xoş günlər arzu edirəm. Ben axırmada çox tanımışam, xoşbəxtlik bayağı da dedim, xoşbəxtlik elə budur. Xoşbəxtlik indi hamının evini, Əli Kərim rəhmətliyin yaxşı yeri var, xəstəxanada yatanda deyir. Deyir, bir vaxtlar nə yaman xoşbəxtim Allah, xəbərim olmuş bu sağadatdan. Evə getməyim də xoşbəxtliymiş, evdən gəlməyim də. İşə getməyim də xoşbəxtliymiş, işdən gəlməyim də. Hələ xoşbəxtlik budur, ayaq üstə yeriyə bilirik, gör nə qədər yeriyə bilməyənlər var. Hayat danışıb gülürük, nə qədər lal olanlar var, danışıb gülmürlər. Allah Taala bu nemətləri ki verir bizə. Ancaq şükür və şükür. Allah Taala'nın verdiklərinə şükür eləmək ən böyük nemətdir. Təşəkkür eləm, hamıza təşəkkür eləm, hamıza var olun deyirəm. Ailənizin yanında başınız olmağı arzu edirəm. Sağ olun. Yoxsa Aşın müəllim, dəyərli sözlərinə görə, gözəl məsləhətlərinə görə, oradan da məktəb bizə çox şey öyrədir. Həyatda qalmağı öyrədir, yoldaş tapmağı öyrədir. Dost tapmağı öyrədir, həyatda durmağı öyrədir. Və nələr öyrətmə, həyatda yaşamaq necə olmağı da hamısı məktəbdə öyrənirik. Və indi o yoldaşlıq illərinin xatirəsi olaraq biz buradayız. Bu da məktəbin nəticəsidir. Bu ayrı bir şey deyil ki. Və bizim elə o başdan yavaş-yavaş gəlirik də. Sözü verirəm Maliş Musayevə. Bizim Yok, dedim yok, birbirine ötürme yoktu. Dur ağa. Müəllimlərimizlə o gözü 60 illik işte 50 illik 60 illik hepsi sağ olsunlar müəllimlər. Allah vara şafa versin. Biraz da qıvra olsunlar. 60 illik keçilə vermir deyirlər. Subayların balalarının toyunda iştirakçılar. Ölənlərimizə Allah rəhmət eləsin. Qalanlarımıza da can sağlığı. Çox şadam ki bu qonaqlarımızla da tanış olduğumda çoxdan da görmürdük burada.
Belki de 20 yıl sürdü. Görüştük. Teşekkür ederim size. Razı oldum ben de. Sömsen de yığıştır. Ya yavaş yavaş. Çünkü hala burada oturmuşuz da. Gedir yavaş yavaş. Sana bir an salat namazı diyorlar. Bravo. Sözümüzü diye kebabı rahat yiyek. Sözümüzü diye kebabı rahat yiyek. Ha. Sözü veririm Ağa Sultan'a. Buyursun ağa. Sağ olun. Seydimiz. Her birimizi hoş gördük bugünləri. Doğrudan bugünləri mən bəyə qəbristanlıqda Vakirə dedim. Dedim elə bir ki, mənim yaşamaq həvəsim artdı. Doğrudan belədir. Hər birimizi xoş gördük. Şükür Allaha ki, ayaqdayıq, salamatıq. Allah ölənlərimizə rəhmət eləsin. Qalanlarımıza can sağlığı versin. Allah ömür versin, tez-tez görüşürük. Amin. Sağ ol. Amin. Sağ ol. Həzin musiqidir, şirin nəğmədir, necə mənalıdır müəllim ömrü. Könüllər oxşayan xoş təranədir, günəş sevdalıdır müəllim ömrü. Könüllər oxşayan xoş təranədir, günəş sevdalıdır müəllim ömrü. Əriyir şam kimi, sönür şam kimi, şagird ürəyində məhşəl yandırır. Sevimli gençlerin olur həmdəmi, həyat yollarını işıqlandırır. Kimi sönür şam kimi, şagird ürəyində məhşəl yandırır. Sevimli gençlerin olur həmdəmi, həyat yollarını işıqlandırır. Sevimli gençlerin olur həmdəmi, həyat yollarını işıqlandırır. Zekası nur saçar yollarımıza, ışıqdır ziyadı müəllim ömrü. Varlığı güc verər qollarımıza, bir başqa dünyadır müəllim ömrü. Varlığı güc verər qollarımıza, bir başqa dünyadır müəllim ömrü. Erir şam kimi, sönür şam kimi, şagird ürəyində məhşəl yandırır. Ölməzi soymasın. Böyük kardeşim. Burada bir yerde işlemişim, Bala Sevda. Bunları ben burada ürək zat alırdım, 1 manatdır. Aparırdım məktəbə. Məktəbdə pişirirdim, görüntüyə də. Qorurdum, pişirirdim. Dedim, Əsəd müəllim, sen yersin de bir daha yersin. Ben 1 manat verirəm. 1 manatı alırdım bundan. Bir de maaşını çıkardırdım. Ondan sonra tavan korurdum, tavan koyurdum ortaya. Bir tarafta o eleşirdi, bir rahmetli, bir tarafta ben. Bir de gazet koyurdum ona taraf, altta, tavanın altına. Bu gazet, tavada olan yağı süzürdüm ona taraf. Ben batırırdım yağla, yiyirdim kaşardan, kuru yiyirdim. Nasıl var? Buna mı yoksa? Bir de 2 tane, 3 tane, bir de oturmuşum müəllimlərlə yığışmışıq. Danışın mı? Bunu danışdım müəllimlərsin, onlar ölürlər gülməklə. Deyirəm axı, mən batırırlar belə kupkuru kebabı yiydim, beni öldürdü kupkuru yemək. Yəni məktəbdə belə xatirələrimiz çox olub.
Sonra bazen görsen göyertiden alırdı. O Alasır'da da çıkartırdım 20 yıl atıyordum da 20 kömürler. Böyle 5-6 20 kömür gelirdi ortaya. Ondan 40 kömür gönderdim ya gönderdim. Bazen onun pulu da götürmürdüler, kaytarırdılar. Bir kulak bütün göyerti gönderirdiler. O 2 gün orada kolayla yiyirdi, istifade edilirdi. Yani böyle şeylerimiz, hatıralarımız var mektepler bağlı. Oradan da mektep hale getirdi ki ben de bir 30 ildən yuxarı məktəbdə işlədim. 10 ildə icra nümayəndəsi işləmişəm. Təqribən 80-ci ildən 2024-cü ilə qədər həyatım elə məktəblə bağlıdır. İndi şükür Allah'a, indi yaşımız gəlib çatıb bura. O ayrı söhbətdir. Nəysə, belə xatirələrimiz çoxdur. Bizim uşaqlıqda bayraq götdə oynayardık. Bilmem kimin yanındadır, bayraq götdə oynayardık. Xət çəkərdik beləmsi. Mesela bundan sonra biri kaçardı, giderdi orada bayrağı götürerdi, gelerdi, biri de onun dalınca. Yegane şahsdı ki, burada iştirak edir, bayrağı götürdü, mənə çatardı. O da Bəxtiyar idi. Nazi olan idi, o da çox bək qaçırdı. Bir dənə o qaçır, mənə tuturdu, heç kim mənə tutura bilmirdi. Qardaş oğlu. Ama onun əmsiyəm, indi hal-hazırda onun əmsiyəm, mənə əmliyə götürülür. Allah ona xeyir versin, əmlidə. Bəli, mən çalışacağım ki, etimadı doğruldum. Demişəm buna. Təxribat var, mənə qarşı, ona qarşı qoymurlar, mən əmli qardaş oğlunu layiqincə yerinə yetirib. Ama o da başa düşür məndə. Biz qoymayacaq ki, bizim aramıza kimsə daxil olmasın. Sözü məmnuniyyətlə verirəm Bəxtiyara. Buyur Bəxtiyar. Allah salana arzu edilen ki bundan sonra hayalleri Hüseyin Diliye 51, 52 can sağlığı verir. Hemen illeri kötüre ve sayılı geçi iller verir. Bugünkü gün münasebetiyle yine size sağ olun. Can sağlığı arzu Evvelleri Gırat'ta olur o. Şimdiki Peter'den. Bizim kaldığımız Kaşinsa'da çinmek için yer yoktu. Bəxtiyar olurdu evde Bağırov'la, Ali Safana. Bunların evinde hamam vardı. Getdik bunlara çinmeye. Bu qayıtdı dedi ki, bize gel bana başımı kırt yine. Bunun da başında bir an burada tük vardı, bu elinde tük yoktur. Bunun başını tükü kırttım, Ali Sava'da kırdıma tüktüm. Gördü ki bunun başını kırkmış ha. Bana dedi ki, zaman bana da başımı kırt yine. Onun başı böyle püsküre koydu. Oğlum buna bak. Ben istedim ki sözü veren Kerimov Singiz'e. Bizim daha bir sinir yoldaşımız Kerimov Singiz'e. Allah size bugünküne kadar ömür verip de ağzımızı bundan sonraki ömrümüzde hemşe böyle şen, demek bilmeyle, koşmasıyla, bağlarımızın koşmasıyla, ailenizle bir yerde, dostların, tanışlarınızla bir yerde yaşayasınız. Böyle günlerimiz hemşe böyle sevinçli, günlerimizi mehriban kessin. Hamızı tabi cellam, koşmasın. Biz bayaqları söhbət elədik, çəkiliş yox idi. Bilim bunlar oldu. Bilim məsələsi. Bu Çingiz bu elə yapışmışdı bu Zakirdən ki, bir dənə bili ver bizə. Ördək də yeyək onu falan. Bu da dedi, o şimdi o Gülən balayla razılaşdı. Bir dənə ördək gətirib qoyub Zakirin yanında. Mən də gəldim. Bir dənə ördək var. Dedim, baxım ala. Baxım, qaçan ördəkdir. Götürdüm onu, koydum yanına, koydum başına, çıxdım getdim evə. Eve gittim. Buna geldi aktarlar dili anı. Ben getirmişim. Yiyeydik. Neyime lazım? Kim yedi? Müəllim aparıb yiyib əzəm edir. Müzakir deyil. Ben getirip koymuşam orada. Mənci oydu. Bu bilisi bize kısmet oldu. Bu Zakir zahmetkeş adamdır. Çok zahmetkeş. Hakikaten zahmet. Ben de zahmetkeş insanlardan çok hoşum gelir. Yani bütün günü öz zahmetiyle o çaylıqda təsərrüfatla məşğuldur. Çəlti də əkir, yetişdirir və onun satışı ilə məşğul olur və beləliklə öz zəhməti ilə yaşayır.
ve bu günleri bizim meclisimizde iştirak ediyor. Bir tane de şey böyle anekdot fasondu. Zakir İncima diyeceğim. Bu gözün taze operasyon attırır. Bana diyeceğim ama. Deme, sen deme. Kesin o yok. Ali Panay'ın üzerinden çıkıyor. Danıştım ha gözüm böyle. Dedim oğlum ben bize sana diyeceğim ben. Sen gözün cehennem. Bir de Allah'a diyecekler. Ne diyecekler? Ey kör şeytan. Sen başka ne diyeceksin? Ben nasıl? Alçakmadım bana. Başladım ben mahalleye böyle dedim. Ben sana dedim ama diyeceğim. Böyle icazə verir Zakirə söz verər. Bir zarafatdır, incimədir. Həqiqətən zəhmətkeş oğlandır. Buyur Zakir. Benim ay müəllim. Siz benim promo şərikimdir. Bu danışdı. Ben danışmayım Yox, artıq da. sən də hamı danışma. Hamı bilirsiniz ki, Çingiz mənim şərikimdir. Hamı danışma. Hamınızı salamlayıram. Ben məktəbi qutarandan birinci dəfədir ki, bu Yubileydə iştirak edirlər. Bununla qabaq mənə qismət gələn qonaqları məktəbi qutarandan heç görməmişəm. Zavadı bir dəfə görmüşəm 5-6 il bununla qabaq. O bir də iki nəfəri Adışehirlə Anvar heç görməmişdim. Xoş oldu. Hamımızı görmək, müəllimlərlə də görüşmək, bir yerdə oturmaq xoş oldu. Hamımıza yaxşı ömür arzu edirəm. Can sağlığı, əsas can sağlığı, mehribanlıq, həyatın ləzzəti mehribanlıqdadır. Mehribanlıq olmayandan sonra istəyir ailədə, istəyir dostlar arasında o həyat heç kimə lazımdır. Əsas mehribanlıqdır. Ancaq bu Nəzməddin ki, mənə bayaqdan orada atır, bir-iki də onun dediklərinə düzəliş verəcəyəm. Demək, bu ördək məsələsi belə oldu. Çingiz qıslamışdı ki, məni ördək qəti bir dənə yiyək. Bu Zakirin kioskunda Nəzməddin sənin işin yoxdur. Sən ördəyi gətirdin, ördəyi gətir kioska sal. Sizi ördəyi gətir kioska gətir bura. Mən ördəyi Çingizə qismət elədim. Nəysə, razılaşdım, mən ördəyi kəsdim, təmizlədim, gətirdim. Nəzməddin dedi, mən indi bunu aparıram evə. Qalan şeyləri də məndən, əvvəlcədən deyib boyunda deyib. Nəzməddin bunu yaxşı bişirtirdi evdə, polo ilə, nəvəngi ilə, zaten. Elə günə saldı ki, bizim Çingiz onda dükan işlədi. Çingiz getdi masallıya malsın. Xora yiyən vaxtı zəng elədi Çingizə ki, Çingiz haradasan, gəl də xora yazırdı. Çingiz dedi, mən masallıya çatdıra bilmirəm, yiyin, sizdən nuş olsun. Çingizə qismət eləmədi. Bu Çingizin Nəzməddinin işi. Nəzməddin, sana variantların çoxdur. Çox danışma. Özünü ifşa eləmə, bəzi adamlar səni biraz Çünkü səni biraz avırı bilirlər. Tamam, tazə eləməsin, tanımasın. Allah hamımızı xoşbaxt eləsin. Bir də sizdən xahişim var. Yaşlaşa adamın ağlı gedir. Şimdi bizim ağlımızın zay olan vaxtıdır. Sizdən hamımız arzu edirəm ki, həyatda elə hərəkət eləməyin ki, öz hərəkətin məsələn üçün mən dilimi lal eləsin. Ondan pis şey yoxdur. Görürsə, elə səhv bırakırsan ki, dil lal olur, danışa bilmirsən. Onu sizə arzu eləmirəm. Çok sağ ol. Sağ olun. Bir de zencimiz var. Bir partide oturardık ha seninle. Salam. Bunlara göre ben dünyamıza iştirak edebilmem çok tasvirlerimle ama yüreğim kalbim sığmadı bir yerde. Abla bir daha vicdani hazırlığıyla bunlar size ömür nasip etti. Nevelerinizi yetiştirəsiniz, nevelerinizin xeyir işinde ben iştirak edeyim inşallah. Balalarınızın iştirak tüm işlerinde, xeyir işlerinde iştirak edeyim inşallah. Allah hamdülillah nasip eylesin. Bir günlerin boynuma basıp öpürüm. Çok sağ ol Gazanfer. Sana balon toyunda inşallah. Gazanfer. Göl dolu, güzel bir kendinize yapalım. Ne sen ne kemiğine mi? Bir de bu çok yolcu verirler. Allah razı olsun. Buradan yakışıyor. Allah kömağın olsun. Ondan sonra ne olacak? Sağ ol. Sağ ol Gazanfer. Sağ ol.
Zamanı da tamam. Bəli. Deyirəm, STV'de atam bu tarafa. O anını yükləmişəm bu tarafı. Bu taraftan elə Cəlala söz verək. Hə, Cəlal özünə söz vermişsin. Buyur Cəlal. Burada. Cəlaladdin bəli. İkisi də yaxşıdır. Cəlal da yaxşıdır, Cəlaladdin. Əziz uşaqlar, mənim müəllimlərim, sevimli müəllimlərim, sizi hamılıqla xoş gördük. Allah sizə ömür salamatlığı, ruh və bədən salamatlığı eyləsin. Onsuz da bu zaman belə bir şeydir ki, bizi dəyirman kimi üyüdür. İki qərinə yaşamışıq, burada oturanlar hamısı üçüncü qəriniyə keçir. Allah sizin ömrünüzə bərəkət versin. Amin. Allah'a and verirəm öz böylüyünə. Sizi ürəyinizin arzularına çatdığı qədər sizə həyat bəxş eləsin. Nə deyim, hərə bir pişədə, əndişədədir. Zaman belə zamandır ki, kimisini ucaldır, kimisini də qocaldır. Allah sizin qalan ömürlərinizdə sizə ucalıq nəsib eləsin. Allah bizim gələn günlərimizi xeyirli eləsin və bizə ömrümüzə bərəkət versin. Bu yığıncaqlardan təkrar edək. Allah sizin bir daha xoş gəlmişsiniz hamınız, sizi xoş gördük. Allah razı olsun, sağ olun. Məndən bu qədər, o digər yoldaşlar da olmuşdur. Çok. Doğrudan da bizim elə vaxtımızdır ki, ben şəxsən özümə, öz arşınımla uçuram bir ha. Bizi esnəylə indi təəccübləndirmək çox çətindir. Bizə indi yeganə can sağlıqdır. Ancaq canımız salamat olsun ki, qalan ömrümüzü rahat yaşaya bilək. Mən bu can sağlığı sizə hamıza arzu edirəm. Allah sizə möhkəm can sağlığı versin hamınıza. Amin. İndi isə sözü verək Teymur Məmmədə. Bizim gözəl sinif yoldaşlarımızdan biri. Çox az görüşür, amma çox səmimi görüşür. Onun sözlərini eşitmək üçün xoş olur. Buyur Məmməd. Salamlayıram hamınızı, təbrik edirəm. Allah sizə can sağlığı versin. Belə bir mehribançılıq böyük bir şərəfdir. Mən sizinlə fəxr edirəm. Allah müəllimlərimizin də canı sağlığı. Allah mübarək eləsin bu məclisi. Çok sağ olunlar. Sinif yoldaşlarımızın davranışı eləydi ki, bir grup uşaqlar var daha tez-tez görüşərdi. Bazen gedərdi evlərindən, oturardı, durardı. Çok futbol oynardı. Bilirsiniz de ben futbol həvəskarıydım. Futbolçu. Ha. Çok futbol oynardı falan. En çok da biz Nəsrəddindir, rəhmətli Mehmandır, Fəxrəddindir, rəhmətli Ağgülüdür. Sonra Mikazım idi. Mikazım gələ bilmədi, amma ürəyi buradadır. Biraz şəkəri var deyə çıxa bilmədi. Və hamımızdan üzr istədi. Və məndən xahiş elədi ki, onun salamını çatdırım sizin hamınıza. Dedim, mütləq yazma düşəcək, deyərəm inşallah. Qatraz yazma düşdü, deyirəm sizə. O ürəyi buradadır. Və biz demək olar ki, 11-ci tutarına qədər bu saydığımız uşaqlarla çox təmaslı olur. Onlardan biri də Nəsrəddin idi. Yazma bir xatirə düşür, onu danışım. Akif müəllim bizə ədəbiyyat dərsi deyir. Ana və poçtalyon şeirini tapşırıb bizə öyrənir. Mən də o ana və poçtalyonu başdan ayağa əzbərləmişəm. Bir gün vardı, ananın gözləri yol çəkirdi. Başqa bir dərdi yoxdur. Başqa bir dərdi yoxdur, oğul dərdi idi. Nəysə, böyle bir şeirdir. Tamam əzbərləmişəm, saçmadan da deyirəm. Biz de o sinifdə oturduk, 5-10 dəqiqəli oturduk. O burası sinif bizim sinifdir. Oradan pəncərədən yolu görürdük. Rəhmətli İbrahim'dir, sonra İzzət idi, Şaverdi idi, Daşdəmir idi. Bunlar tez-tez məktəbə gələrdi. O pəncərədən görən kimi Nəsrəddin də vay da bu gəl gəldi. Dolaşıya gəldi. Yəni dolaş gəldi, girdi Akif müəllimin dərsinə, oturdular. Akif müəllim nə kesmisən? Diyor ana və poçtalyon.
Çağır Nəsrəddin gəldi. Ana bir gün vardı, ana dayandı. Dedi, dede. İbrahim bir daha o söz dedi, daha onu demirəm burada. Allah rahmet eylesin. Demirəm, Allah rahmet eylesin. Ondan sonra kim deyər, mən əlimi qaldırır, heç qaldırmadan. İndiki ağlım olsa qaldırmaram. Yerəm qoy bu pas olmasın, ona görə. Qaldırdım şehri partopart dedim, geldi de ben geldi. Öyle yere girdi. Ben dedim, senden dedim, bundan ondan çıkarsan bunu dedim. Buna töhmet vurdu buna, böcem. Sonra Nəsrəddin bana verdi, sana göre oldu ya, ben ona da töhmet götürdüm. Dedim, ben neyini bakayım, ben çağırdım, ben de dedim de. Böyle hatıralar var. Sözü verək Nəsrəddinə. Şuralar Nəsrəddin bir ayaq sözünə yerdə tutdu, mövqe də qazandı. Araba poçlarında etiraz da yoxdur. Hamımız hoş geldiniz Əlliyə. Gün olsun 60 illik keçirdək. Müəllimlərimizə xoşbəxtlik arzu edirəm. Ən təmiz insanlar elə müəllimlərdir. Xoşbəxt olasınız. Birbirimizin xeyir şəhərinə gedək, gələk. Hamımızı təbrik edirəm. Çox sağ olasın. Salam. Aşağı diyor. Aha nerede? Burada bakadar kalır mı? Ben de demem. Billah böyle kalır. Sipariş kalır. Koçum dedi burada. Ben kalır. Bizim içerimizde bir tane de şahsiyet var. O İlmancıdır. İlmanda nailiyyətlər qazandı. Müəyyən nailiyyətlər əldə elədi. Çox təəssüf ki, travmalar ona imkan vermədi. Amma İlmancıdır da, bunu qazanıb da. İcazənizlə sözü verək, sipariş məndən olur. Buyur. Buyurun, elə oturun dedi. Bir xəstə hemen bağışın ayağıma verir. Travma yok ama göz koymadı. Ben göz yaktım. Göz yaktım. Bir de travma verir. Kalıp hala gelir. Allah hamdülü hoşbak felasyonu var olasın. Sağ olsun bir de bir imzalar var. Gel görüşürüz. Bir karakteri görüşürüz. Kışsız olsun. Yasin'in 5-6 yıl bana Bakü'de görmüş yani. Hatta Bakü'de görmüş. Hatta da görüşmüşsünüz. Bu ikinci defa duyuyor. İşte yaşlı, işte Calal'dı. İşte Neriman alıyor. Kardeşler çok emenlerdi işte ben. Şunu istedim. Hamısı böyle, hamısı hoş bak. Zakir'i testsiz görürsün. Zakir'i burada. Allah sizi var ya, sen şu bereketli olayı yaşayın. Sağ ol. Hiç günümüz bereketsin. Sağ ol. Allah bizim için bir elbane etsin kardeş. Melimler bizim bir yere, sağ olun. Bir de vefadar var Zülfükarov. Dadadan ona bir tane maşın kalmıştı, onu sattı. Bir tane 16 vardı ya, kırmızı 16. 9 Mart'ta. Onu da sattı, ucuz kıymete sattı. 9 Mart'ta. Ya sen eşitliğime göre onu satıp bir de ineği alır. Almışsan? Ha? Ha? Allah hayır versin, alıp da. Neyini Allah hayırını versin. İcazətle sözü vere vefadana. Mən sizi hamınızı bugünkü gün münasibətilə təbrik edirəm. Sağ olurlar, hamınızı artıq nə olar ki. Sizə xoşbəxtlik, can sağlığı arzu edirəm. O gün olsun 60 illik keçirdim. Çok sağ ol vefadar, anlısın Allah'a, sen zahmetkeş olasın. Buna namlısın, buna hiç kime söyleyemez. Zahmetkeş adamsan, o sırada sensin, Zakir'dir, bir de Muqaddim. Muqaddim de zahmetkeş olmam. Hamdolsun Allah. Hal-hazırda geniş sürətdə quşçuluqla məşğuldur. Özü üçün quşçuluq ferması yaradır. Muqaddim. Quşçuluq ferması yaradır. Gücüzəmsi boyun aldım. Bunu dedim Dey qardaşım. İlk günləri Muqaddim gəldi. Mənim birim qızı Cəllibadda yaşayır. Yaxşı düzə saxlayır. Gəl gedək, düzə alayıq, gətirək, özüm üstünü saxlayır. Nəysə, mən başımı yedirdim gedək də. Mən də 15 dənə falan korobkası attım. Səndə də tamam çox. Falan korobkası attım maşına. O üçün getdim, buna
Ya 40 manat, 50 manat idi, bunu yalazaq vurdurdum maşına, dedim 50 manat çox sağ ol. Ama geri ben parayla qalırlar. Hala işlədir. O şimdi getdi, çıxdı məkana. Getdi, çıxdı qohumların evinə, danışdı, cüzəni aldı. Cüzəni bunlar yığırlar balan korobkası. Mən nə qədər dedim, korobka var da, azcıq bir dənə korobka. Baxmadı, doldurdular, korobkanın bir hissəsi qaldı bu. Geldi bura sıktı, Müqəddinin 100 lira düzesinden geçmiş hissesi ölmüş. Ölmüşler, öyle de. Bende de 50 lirada 17'si ölmüş. Bu bizim kazancımız. Hansı göz kim var diyor da. Benim gözümdeydi, senin gözündeydi. Biz kəmsərliyimiz yedi, düz yıkmadı, öldü de. Ama size rahatı bile koyun, tamam. Öyle de. Ama bu kişi yaxşı kuşlar yetiştirir güzələ. İnşallah söz verin bana. Bir cüt onun yaxşı o kanat getiren kimi bir cüt hediye edecek. Sana. Ha bana verecek bana. Ben de öyle yiyeceğim özüm için görümden bakıp kim rast Sana verecek. Onunla bize ne? Ben yiyse böyle bir siz yemişsiniz. Ha bunu koyup bir anda şey söyleyeyim. Maraqlı anekdot danışıp gözle. Demek dergat çalırır. 11'de okuyor, 10'da. İskilin dibinde. Rahmetli Mürsel. Mürsel'in adı, ha Mürsel. Rahmetli Mürsel de. Orada Mürsel kalmaz. Ha kalmıştı. Kalmıştı. Mektepte okurdu da. Bu da oradadır. Bunun da kızı onun için yemek getirir. Mürsel de yatıp. Rahmetli Alfaz. Ne getirir? Ha. Rahmetli isimle Alfaz. Yok Alfaz ne getirsin kızım ben de. Ne getirsin de yemek getirmişim. Bir aç bakım açtı götü başladı yemeğe. Ya ben bu davet için getirmişim. Bir de sen rahat olma. O kamış var ha. Kamışı getir ha. Bir de ne inirsen getir kamışı. Dayadı öz karnına. Dayadı Mürsel karnına. Bir ben yiyeceğim. Buradan da gideceğim onun karnına. Siz rahat olmayın. Bir de öyle oluyor. Avam ne vakti ya avamlıydı. Bir de niye olmuyor ki? Niye olmuyor ki? Öyle de olar. Neyse yedi korayınca dedi Mürsel uyandı. Mürsel dedi kızım hani koray? Dedi Alfazan'ı yedi, bir tane kamış koydu. Dedi güzel parası. Sen hala salıp kamışla yemek yesen böyle şeyler. Şimdi ben yedim, size de inşallah kısmet olur. Narahat olmuyor. Siz narahat olmuyor. Hadi müqəddim versin. Ben müqəddim versin hele göre hele. Sözü veren müqəddinə, gören müqəddin neyinir, ne arzuluyor. Hamısı salam deyirəm. Çox birinci gündür. Biz yarışmışıq. Hamımız demək olar ki, paralel sınıflar da olsa karışırdı. Hamımız burada Şeydeyim, daxilin balası biz 10 ildir kadar Zənglər, siz gedin, hara gedəcəksiniz, axşam yemək gedmişsiniz. çok sevindirici haldır, gündür. Dedilər, niyə gedirsiniz, sonra axşam yemək gedəcəksiniz. Bize rahmet eylesin. Bizimle hansı bir park arkasında oturdular. Fərq yoxdur, çıxanda mən sizə xəbər verim, gələrəm. Onları da bir Təminə gələrəm. şahid olduk ki, onları da ziyaret elədi, Allah onlara rahmet eylesin. Kaldı ki bize de ki Allah Allah can sağlığı versin. Həmişə belə məclislərdə bundan zayıf da olsa gedər. Bundan yaşlı da olsa o da gedər. Kırdılar. Necə deyirlər, çox sağ olun. Təşkilatçılara minnətdarlığımı bildirirəm. Başda Gülsen olmaqla, Nəcməddin müəllim olmaqla işi təşkil edirlər. Zəhmətləri böyüdü, çox sağ olun deyirəm. Oldu ki, bəzi xırda işlər, onlar xoş şeydir. Allah can sağlığı versin hamınıza. Ama sen düze gidiyorsun. Ha? Həqiqətən Allah belə eləsin ki, 60 illiyi də qeyd eləyək, Allah bizə nəsib eləsin. Amma 60 illiyi ki gözləməyək, 51 il, 52, 53, onlarda da yaşamasa, mini də olsa, yəni kətdə olanları da olsa yığa qeyd eləyək. Bu qədər, çox sağ olun, Allah razı olsun. Gedir. Tam klasya koy. Bir de haberim var, dinledim. Gelmedi görürsen, ne oldu? Bir gel, sanırım gelen değil, bileyim. Altın üstlerimi geçti. Altın üstünde bir şey. Evet. Eleme istiyorlar. İntikamım var o vaxtı səhv eləmişsə sağdaş olmuşam. Düzdür. Şəkil var, məndə də gətirmişəm.
İntikam, intikam günde çok olmuş ha, çok oturmuş. Zarfat. Allah onun atasını rahmet eylesin. Çok, mənlə uşaqla uşaqdır, böylə böyük, almışsın Allah'a. O da bizim xətrimizi istəyərdi, indi istəməsin. Quran almışsın. Ha, o mehribançılıq, o səmimiyyət indi də qalıb. Sözü verək Hacıya. Buyur Hacı. Salam aleyküm, hər vaxtınız xeyir olsun inşallah. Birincisi təşəkkür edirəm ki, bu təşkilatlı işin görmüşsünüz. 50 ildən sonra uşaqlar bir-birinə qovuşdurdunuz. Məsələn, Ənvəri mən Atışıqını 50 il bundan qabaq görmüşdüm. İndi gördüm, uzaqdan tanıdım, məncə həyat irəliyə doğru gedir. İnsanlarda dəyişiklik olur da. Allah sizin canınızın salamat eləsin. Allah rəhmətə gedən müəllimlərimizi qəni-qəni rəhmət eləsin. Sinif yoldaşlarımızı, hansı ki dünyaların dəyişiblər, Allah rəhmət eləsin. Allah qalanlarına, ailələrinə, uşaqlarına, balalarına, əzizlərinə, istəyənlərinə can sağlığı versin. Uzun ömür versin inşallah. Allah qismət eləsin. İnşallah mən öz sözümü 65 il yubileyimizdə gəlir inşallah. İnşallah. Allah bizə can sağlığı versin. Allah qismət eləsin. Allah'ın köməyinin. Yəni bir 60'lar çəksən. Ya 60 demirəm, 65 demirəm. 60'ı deyən çox oldu. 65 inşallah. Allah'ın köməyinin. İnşallah Allah'ın köməyinin. Eşitmədim. Əhməd Əladır ki, 61'i niyə eləyər? İnşallah. Əzrailin rəğbəti. Zamanlı. Əhməd eşitmədi sənlərini. Allah hamımıza can sağlığı versin. Allah uzun ömür versin. Səhət bədənliyi versin. Ağır xəstəliklərə düçar olmayasınız inşallah. Bərəkətli ömür inşallah sürəsiz. Allah hamımızın ailələrin, uşaqlarımızı, nəvələrinizi xoşbəxt eləsin. Sağ olun. Çok sağ ol Hacı. Sana can sağlığı versin. Ayakları Gülüsen dedi Hacı. Dedi ki radara düşme. Radara düşse de korkusu yoktu Hacı. Deyib belə deyib. İçerimizde radarı silebilen adam var. Elə silürünü yerli dibli. Ne kadar istiyorsun radara düşün. Hiç korkusu yok. Qəti korkusu yok. Uzun müddət dövlət yol polisində səmərəli xidmət edən, layiqli xidmət edən bizim bir sinif yoldaşımız var. Həqiqətən hörmətlə işləyir, hörmətlə də pensiyaya çıxır. Bunu biz yox, bütün bizim qəsəbə bilir, hamımız bilirik, onunla təmasda olanlar da bunun şahidi olurlar. Hamısı da indi də danışırlar, şükür Allah'a. Belə bir bizim sinif yoldaşımız var, hörmətlə, bəli, qayda xidmət edib çıxıb, indi aramızdadır və icazənizlə sözü verək Qiyasəmiyə. Əziz birinci müəllimlərimiz, Allahın salamı olsun sizlərə, bizim gözəl müəllimlərimiz. Biz sizə minnətdarız. Bugünkü gündə, burada yığışmağımızda nə söz deyirsə, nə deyirsə sizin zəhmətinizdir. Hamısı sizin zəhmətinizdir. Bizi öyrətmişsiniz, yazmağı, pozmağı, oxumağı, öyrətməyi, hamısı sizdə öyrətmişsiniz. Ona görə birinci əvvəla müəllimlərimizə minnətdaram. Allah sizə can sağlığı versin, ömrünüz uzun olsun. Sizi gördük, burada çox sevindik. Buradakı dostları, buradakı qardaşları da görəndə həqiqətən fərəhləndik. Fərəh istəyir bizə. Çox gözəl gün keçirdik, gözəl saatlər yaşadıq. Allah sizə can sağlığı versin. Allah rəhmətə gedən müəllimlərimizə, rəhmətə gedən sinif yoldaşlarımıza, qəri-qəri rəhmət eləsin. Amin inşallah. Qəbirləri nurla dolsun. Məzarları nurla dolsun. Amin, amin. Sizə də bundan sonra gözəl günlər, yaxşı günlər, ailə saadəti arzulayıram. Həmişə evinizdə, ailenizdə toy olsun, bayram olsun, xoş günlər olsun. Belə bir gözəl məclislər olsun. Dostlarla, qardaşlarla, müəllimlərimizlə yığışaq, iştirak edək. Hamımızı bir daha təbrik edirəm. Mümkün gündə xoşbəxtlik arzulayıram. Uzun ömür, can sağlığı arzulayıram. Hamımızı. Sağ ol. Çok sağ ol. Resami, Allah razı olsun. Valla alimler sübut edirlər ki, bu cür səmimi toplanışın insan ömrünün uzadılmasına çok büyük xeyri var.
Yəqin siz bunu Hacıloy adamlar Biyoloji kitabı sayfa gücüydü. Bəli, biyologiya kitabında da var, insan kitabında da var. Ki insan nə qədər dost tanışla oturup dursa onun ömrü uzun olur. Evet. Bizim içərimizdə iki dənə bu tərəf sağ tərəfində. Bir Ramizdir, bir də Hacı Nəriman. Bunlar 8-ci sinifdən çıxıblar. Kim çıxıb? Amma Ramiz çıxmır baxır. Ramiz oxuyur. Ramiz oxuyur baxır. Mən çaşdım abi. Sen onu kaçırdın da. Demək, sən çıxmamışsan. Sana çağırma gələcək. Amma onlar da bizlə uzun müddət əlaqələrdə Ramiz Rusiyada yaşayır. Nəriman isə müddətdə olur. Daim bir-birimizlə münasibətdə olmuşuq, Rusiyada olmuşuq. Xətirlərini də yüksək səviyyədə istəyirik Allah'a köməkliyi ilə. Sözü verək birinci Ramizə pasir demək istəmirəm. Nəsə danışmır. Danışmır. Özüm bilirsən. Sözü veririk Hacı Nərimana. Mən və sinif yoldaşlarım. Hamımızı xoş gördük. Valla müəllimlər, burada 4-5 müəllim var, incə masır. Mən Rıza müəllimi çox istəyirəm. İndi bilməm, hansı müəllim, kimi, hansı şahid, hansı müəllimi çox istəyirsə... Onlar sənə qısqanmazlar, qorxma, elə deyil. Qısqanmaz, qobaza yüz xalıq edirəm. Rıza müəllim sənin başı getdi. Yox, hər başqa bayım. Mən Rıza müəllimi, mən azaldan, mən ağlım kəsəndən, Rıza müəllim, institutlara, məktəbə gələndən mən nəsə bir də ürəyimə yatıb, ona tayküşə olmamışım. Bizim müəllim gəlib, müəllim kimi hörmətim var, hörməti istəyirəm, xətrini də istəyirəm, mənim əziz dumarsın. Bir yandan da sinif yoldaşlarını bir yerdə görmək xoşdur. Allah Teala belə bir ömrü həmişə bizə nəsib eləsin ki, biz yaxınma, birbirimizi daha da yaxındanca çox uzaqlaşmışdır. Siz təşkilatçılardan da Allah razı olsun, gəl onlara minnətdarımızı bildirək ki, əslində böyük məsuliyyətdir. Adam bir dənə evdə, bir dənə xırda uşaq, bir dənə ad günü eləmək üçün, balaca bir 5 nəfər yığıncı eləməsi böyük məsuliyyət daşıyır. İndi öz aramızdır, bu kadar hələsi bir yandan gəlir. Bu bir də məqsədi boyunda güzel. Hər şeyin hazırına biz gəlirik. Hər yandan. Allah razı olsun. Allah Teala sizə can sağlığı versin. Allah Teala gələn günlərimizi xeyir eləsin. Allah eləsin bu axırıncı olsun, axırıncı olmasın. Gələn illərdə Allah Teala qismət eləsin. Biz yenə yığışaq, can sağlığı ilə belə xoşbəxt günlər yaşayaq. Cəmiyyət bir yerdə. Sağ olun. Sağ ol. Petrolya. Güzel insan, sakit insan. Hamımızı salamlayıram. Hər vaxt xeyir olsun. Müəllimlər. Onları tanışmam da üstüne beyazdır. Təbrik edirəm sizi hamımızı. Burada danışmaya ne var? 50 dillər əslində qalsa 60 il biz tanıyırıq. Siz 60 il. Sakit var, sakit. Başkanım da bir dənə söz dedi. Dedi ki, mənim bir müəllimlik görürüm 2 mərhələdə oldu. Birinci, ikinci. Nə yaşayıb biz birinci mərhələdə olmuşuq. Çox minnətdaram hamımıza. Allah dünyasında yaşayan müəllimlərimizə rəhmət eləsin. Burada olan müəllimlərin imkanında cəm müəllimlərə Allah can sağlığı versin. Səndə bir səhvdə oxuyun və xod ver bizdə işləyək. Sakit kulak aslında işlersin. Danışma orada. Yazır. Mən istəyirəm bir iki dənə maraqlı gülməli söhbət danışam. Bir də bu Mayakovskinin Sovet pasportu şeirini vermişdi. Allah rəhmət olsun, böyük rəhmət verəməyə. Deməli, dərs günüdür. Gün o günlərin mənimdə gəldi girsin. Allah rəhmət olsun. Allah rəhmət olsun. İndi son verdi ki, nədir? Sovet pasportu şeiri. Bir kim bilir şeiri yazdı. Bu Natiq rəhmətli də əlin qaldırdı. Səmədov Natiq. Doktor Bəllağan şeiri oldu. Bir de bana Natiq geldi. Natiq geldi. Türkçedir, dedi. Ahırda dedi ki, alın yana kalın. Ben ne mesleğden başlayayım? Ne mesleğden? Yalındadır. Yalındadır. Bir de Allah rahmet olsun. Hacı Ağam bilirsin. Allah rahmet olsun. Rahmet Hüsnat'ın bir tane havarda var daskiyə, gel danış. Nəsə danışdı, xoşuna gəlmədi, 2. Dedi nə? Dedi 2 dənə 2. Dedi mənə bir dənə qrafi 2 dənə 2 yerləşər, bir də 8 dənə 2. İnanırsa 8 dənə 2 yazdı. Ağa rəhmətlə gəlib mənəsi baxır. Allah hamımızdan sağlığı versin inşallah. Məsuliyyət hac bilirsin üstünə. Minnətdarım. Nəzim Hacı Nəzim Əbdül Sənə, Qiyasa,
Oysa bu işdə Əməli olanlar var. əməyi olan, zəhmət olanların hamısına Allah can sağlığı versin. İnşallah hamısının bağlarını, nəvələrini, xeyir işlərini. Allah hamısına can sağlığı versin. Sağ olun, var olun. Aziz yoldaşlar ve yakınlaştırmadan evvel ben bir neçə kəlmə deyim, sonra söz demək qurtarır. Demək, bu təşəbbüsü, ilk təşəbbüsü Hacı Gülüsen oldu. Hacı Gülüsen olub. Yani Hacı Gülüsen bunu deyəndə və bəlkə indi birinci mənə deyib, ya ikinci deyib bilmirəm. Dedi və biz də dəstəklədik. Dedi, laf əla olar, eləyək. Keçən ildə belə bir söhbət olmuşdu. Olmuşdu belə söhbət, amma yığışa bilmədi. Amma bu illər üstünə düşdü. Yəni Allah canın salamat eləsin. Hacının zəhmətidir, bunu unutmaq olmaz. Gəlin hamımızın adından birinci növbədə və bu işin təşəbbüsçüsü Hacıya minnətdarlığımızı bildirək, ona möhkəm can sağlığı arzulayaq və arzulayaq ki, gələn illərdə də bu prosesi davam elətdirsin. Biz ona dəstək verək və iş alınsın. Əl çalayıq üçün bunun zəhməti həqiqətən böyüdür. Heç kim fikirləşməsə ki, bir Hacı burada bunu demədi, amma mən gözləyirdim ki, axırda yekunlaşdığında ona xüsusi minnətdarlığımızı bilən hamınızın adından minnətdarlığımızı edək və doğrudan da gözəl bir təşəbbüs oldu və gözəl bir məclis alındı. Görmədiyimiz uşaqları, takipçilərimizi gördük. Mesela Adı Şirindir, sonra Ənvərdir, sonra bizim bu Cavad qardaşımızdır. Bunları biz çoxdandır görmürdük, bunları gördük. Elə bir ki, təzədən xatirələrimiz canlandı. O həyatlarımızı təzədən yaşadıq. Bu da bir xoşbəxtçilikdir. Bayaqlar Hakim müəllim dedi, biz sinifə giririksə bu özü bir xoşbəxtçilikdir. Evə gediriksə bu da xoşbəxtçilikdir. Qədəm atırıqsa bu özü də xoşbəxtçilikdir. Yəni bu mənada deyirlər ki, xoşbəxtçilik nisbi anlayışdır. Yəni mütləq xoşbəxtçilik yoxdur həyatda. Ona göre xoşbəxtçilik nisbi anlayışdır. Biz de bu nisbi xoşbəxtliyin müəyyən çalarlarını bugün yaşadık. Ve hamımız da bugünkü gündən çok böyük xoş təəssüratla ayrılacaq, mən buna inanıram. Yadımızda qalacaq, heç vaxt unutmayacağıq. Allah'tan sizin hamınıza qalan ömrünüzü bərəkətli, keyfiyyətli, sağlam ailələrinizlə, nəvələrinizlə birlikdə keçirəsiniz inşallah. Amin. Bu dərəcədə, yəni bu hissəsi məclisimizin başa çatır. Amma əlavə olaraq daha kim söz alıb, bizim burada videomuz buradadır və indi Hacı Gülüsen əvvəli bir söz dedi, yəni kısa söz elədi. İndi sözü verək, bəli, yekunlaşdırsın və bundan da rəsmi sizə demək olursa tutarsın. Sağ olun. Sizləri bir daha salamlayıram. Həqiqi bugün mənim üçün sevindirici bir gündür. Çünki sizləri bir yerə toplamaq, bir yerdə oturmaq, bir yerdə bugünkü məclisi təşkil eləmək, buna rəng vermək sizlərsiniz. Mən müəllimlərimə təşəkkür edirəm. 76'lara təşəkkür edirəm. 14 iyun 76'ların son zəngi. Bu son zəng hər il davam edəcək. 14 iyunda. İndidən vədəzi alıram ki, sonra kimsə deməsin ki, mən harasa gedəcəm. Allah bir dənə can sağlığı versin. Biz gələn ildə 51 illiyi qeyd edə bilərik. Mən sizə təşəkkür edirəm, Allah razı olsun. Bugün yəqin ki bilirsiniz, sinif yoldaşımızın dünyası dəyişmiş Mirəli qardaşımızın övladını toydu. Biz buradan çıxandan sonra yəqin ki toyda iştirak edəcəyik, orada da sözümüzü verəcəyik. Allah Mirəlinin övladını xoşbəxt eləsin. Burada iştirak edən sinif yoldaşlarından, övladlarından da hala subayları var. Allah Teala onlara da toy qismət eləsin. Bizlərin toylarına iştirak edək. Şimdi ələ məclisimiz davam edir, yeməklər gələcək.
Sonra 50'li tortumuz var, tortu da kesəcəyik inşallah. Heç yana tələsməyin. Məclisimiz davam edir. Mən sizə təşəkkür edirəm hər birinizə. Allah sizdən razı olsun. Allah sizə bərəkətli ömür versin inşallah. Sağ olun. Sağ olun. Biz də sənə təşəkkür edirik. Gözəl müəllimlər, gözəl tələbələr, gözəl yoldaşlar. Biz qərib diyarlarda yaşamışıq. Mən 43 ildir Gəncə şəhərində yaşayıram. Kainatın yəsi bugün bizə icazə verib ki, biz yığışmışıq bura. Kainatın yəsi. Kainat elə belə yaranmayıb. Allahın varlığını tanımayanlar insan deyirlər, yadınızda saxlayın. Kainat, belə bir şey var. Einstein qızına bir məktub yazır. Yazır ki, ay qızım, mən nisbilik nəzərisini kəşf elədim, insanların 90% bunu başa düşməzlər. Bəlkə də 99%. Mənim bu elmim, bu kitabım qoy yaşasın. Dünyanı bir nur idarə edir. Bu nur Allahdır. Bu nur məhəbbətdir. Bizim evladlarımızı bizə sevdirən Allahdır. Bizləri ata eləyən Allahdır. Özünün insanlığını artıran Allahdır. Dünya deyir, mənim kəşf elədiyim qanunlara tabi olmur. 80% tabi olmur. Gravitasiya qüvvəsi ilə idarə olunan yer kürəsi cəmi 80% yazılmış qanunlara tabidir. Dedilər, gərək onda Maxwell tənliklərini dəyişək. Maxwell tənlikləri elektrotexnikaya aiddir. Maxwell tənliklərini də dəyişəndə o birisi qanunlar təmiz pozulur. Sadəcə kainatın yəsi var. O 20% Allah Taala'nın əlavəsidir. Zaman oxunu yaradan Einstein'dir. Məsələn, bizim imamımız da yoxa çəkilib. Hasansa Allah Taala onu verəcək. Əgər biz kosmik gəmi ilə bircə saat, 2 saat yol geçsək, onu hesablamışam. Yer kürəsində 540 neçə il gedir. Yəni, işıq sürətini vursan 365 günə, bölürsən 24 saata, yer kürəsində 500 neçə il. Biz gedib qayıtsaq, nəticələrimizin öldüyünü görərik. Ancaq biz həmin şəkildə qalacaq. Zaman bizi dayandırır. Bizim ölümümüzü, bizim fotosintez prosesimizi, bədəndə olan hər şeyi dayandırır. Belə bir əfsanəvi bir roman var, povest var. Deyir, Uganda ilə Asinda bir-birini istəyirdilər. Onlar gəmilərini ayın üstündə saxlayıb, bir-biri ilə məhəbbət haqqında pıçıldaşıb, hansısa galaktikaya iş görməyə gələcəkdilər. Onlar öpüşüb ayrıldılar. Yolda Asinda'nın gəmisində Asinda ayağı burxuldu, yıxıldı yerə. Onun əli kosmik gəminin işıq sürəti rıçaqına dəydi. Gəmi işıq sürətinə keçdi, Asinda huşunu itirdi, bunu duymadı. O aylanda spektrometrdə, lori dildə desək, yer kürəsində neçə illər keçdiyini görürdü. Və bu zaman onun gözlərindən yaş başladı axmağa. O bilirdi ki, Uganda daha ona lazım olmayacaq. Çünki onlar arasındakı məsafə neçə min illərdir. Bax, bu illər keçib, bu illər bizi qovuşdurur, bu illər sağ olsun. Çünki bunu Allah Taala bizə əta eləyib. Mən sizdən ayrılıram, öpürəm sizi, bağrının başında yeriniz var. Məncə Gəncə şəhərin vətəndaşıyam. Sizləri hər birinizi gözləyə bilərəm. Sağlıqla qalın. Sağ olun. Sağ olun. Vecdə gəlmək. Ben ne istiyorum? Yine bir sevdiği oyuncuyu vurdu.
şey bizim yadımızdan çıxır. Bizim sinif uşaqlarından biri yaddan çıxır. Ağmalı Baxşəliyev. Onun məzarı buradadır, Novxandadır. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Yaxşı qardaşdır. Ruhu şad olsun, məkanı cənnət olsun, qəbri nurla olsun inşallah. Allah rəhmət eləsin. Bir şey danışmaq istəyirdim. Deməli bir dəfə bizim Ağa Kamil bütün gördüm, üzəri yandırır. Bizim üzəri niyə yandırırsın? Dedim, mən alverim yox. Dedim, sən burada üzəri yandırırsan, bu tüstü gedir Elşənə tərəf, Hacı Elşənə tərəf. Hacı Elşənin alveri artır. Allah Hacı Elşənə də rəhmət eləsin. Sonra Kamil getdi, Hacı Elşənin uşağın qabağında yandırdı ki, tüstüsü gəlsin bu tərəfə. Kamilin alveri. Külək boyuna vurdu. Allah onun ikisini də rəhmət eləsin, Allah şad olsun. Allah sizin hər birinizdən razı olsun. Tez-tez görüşək inşallah. Bugün bizim bu əziyyətimizi çəkən, səhərdən bizimlə bir yerdə olan Peymana da təşəkkür edirik. Ədalətlə mən də təşəkkür edirik. Onlar bizi yaddaşa köçdürlər. Allah sizdən razı olsun. Haqqınızı halal edin. Müəllimlərə bir daha təşəkkür edirəm. Allah onlara bərəkət versin. Allah sizə bərəkət versin. Siz qocalmayasınız. Siz qocalmayanda biz də qocalmayıq. Biz sizə baxırıq qocalmıyıq. Bəli. Özümüzdən yaşlı görəndə Akif gəlir. Biz elə bilirik ki, qozalmamışıq. Elə siz yaşayın, biz də sizin kölgənizdə sizinlə birlikdə addımlayaq inşallah. Əziz olasınız, öpürəm sizin hamınızı. Allah razı olsun. Təşəkkür edirəm hər birinizdən. Bir də bu məclisi qurmamışdan əvvəl zənglər edirdim. Bir də məndən Kazım oxuyur. Zavada zəng elədi. Sonra mən Zavadla təmasda oldum. Adı Şirin də adı Şirin. Milisiyada işləyir. Zavad dedi ki, mənim gözlərimsin. Məni o qədər sevindirdi. Uzaqda da olsa elə bil ki, kətdə idi. Məsələn, ona desəydim ki, sabahdır gələcəkdi. Təşəkkür edirəm təvə sənə. Allah razı olsun. Həqiqi mənada nə qədər sevinmişdimsə, o mənim sevincimə sevin qatdı. Həqiqi mənada. Mən belə sizi görmək mənim üçün çox Allah sən nə iş görürsənsə, neçə illərdir bir-birimizi görmürük. İndi bu formada bizi görüşdürmək, bizi həqiqi mənada. Halaldır sənə, halaldır. Çox sağ olun. Allah razı olsun. Sağ olun. Bizlərimizlə sizdən ayrılır. Axşam toyda görüşəcəyik inşallah. İnşallah. Təşəkkürlər. Bugünkü məclisimiz çox gözəl keçdi. Allah hamımıza can sağlığı versin. Bu ərsiyə gətirən əziz qardaşımıza mən minnətdarlığımı bildirirəm. Hüseyin çox əziyyət çəkdi. Bu məclisi ərsiyə gətirib, yaratdı. Biz də buna iştirak edirik. Allah görüşünə də can sağlığı versin. Cavad qardaşımıza da Allah can sağlığı versin. Çünki biz yaxındayıq. Zağı Bakıdan gəlirik. 250 kilometr. 4000 kilometr. 4000 kilometr. Bir dənə zəngimizə, bir dənə zəngdə 4000 kilometr yol gəlib. Allah minnətdarıq Cavad sənə. Sağ ol. Allah sizə can sağlığı versin. Sən ki, bizim sözümüzü atlar. Gör, onun daxilində məhəbbət. Yoldaşlara, məktəbə, müəllimlərə məhəbbət var ki, gəlir. Allah can sağlığı versin. Allah sizlərə ki, bu məhəbbəti heç vaxt. Salamat olun. Çıxarmasın, minnətdarıq sənə, gülsün. Allah sənə də can sağlığı versin. Bu məclisin sən qurdun, sən yaratdın, halal zəhmətli. Allah buraya yığışan bütün qardaşların canını salamat eləsin. Allah Teala bunları hamısını bir-birinə mehriban eləsin. Allah Teala bunların bilirəm bala toyu görüblər, Zakirin oğlunun toyu görə inşallah. Allah Teala bunlara nəvə toyu qismət eləsin inşallah. Yenə də hər hansı bir versiyadan danışandan yenə də bu təşkilatçılıq üzrə gəlirik Hacı Gülsünün sözünə. Allah ona can sağlığı versin. Hacı Gülsün nəinki belə məclisdə, mənlə çox xeyir işlərdə, bütün məclisi təşkilatı işlərdə həmişə biz bundan başa-baş işləmişik. Hətta onun məsləhətləri bizə çox önəmli olur. Allah hamısına, qərib diyardan gələn qardaşlarımıza da can sağlığı arzulayır bir daha. Toylarda görüşək. İnşallah. Xeyir işlərdə görüşək. İnşallah bundan sonra məni yaddan çıxarmayın. Mən də bir qardaş kimi sizin qulunuzda hazıram. Heç vaxtı yaddan çıxan olanda. İnşallah elə bundan sonra 14 gün yenə mənim hər hansı bir işim olsa da mən sizdən bir yerdə olacağım inşallah. Dolabı surda tamadan dəyişək.
Tamada çolpa yemeği. Güzel, boşlar hadi. Allah ona can Mahmut sağ burada, sonra. Amma burada. Var köylü burada. Biz o Jüle. Yaxşı. Tələsmə. Sen bir zamanda tezgah. Geyimimiz, hüququmuz biridir. Şagirdidir hamımızın adıda. Elə bil ki boyumuzda eynidir. Aman Allah nə xoşbəxtlik biz onda. Bir müəllim töhmətiydi dərdimiz. Bir töhmətdən için yanırdı. Hələ onda bilmirdik ki bunu biz bir gün necə həsrət ilə anarıq. Dünya hələ bizim üçün nağıldı. Min arzuyla alışırdıq, yanırdıq. Özümüzü biz hamıdan ağıllı, özümüzü nə bəxtəvər sanırdıq. Məktəb illəri ömrümün ən şirin duyğulu qayğısız günləri. Hər anı bir ömrə bərabər seyirli günləri. Ən təmiz arzulu günləri. Məktəb illəri ömrümün ən şirin duyğulu qayğısız günləri. Hər anı bir ömrə bərabər seyirli günləri. Ən təmiz arzulu günləri. Hələ onda bu dünyanın şərindən, yalanından xəbərimiz yox idi. Qəm qüssəmiz, kədərimiz bir damcı. Hələ onda sevincimiz çox idi. Yazılanı bir silgi ilə pozmaqda bizim üçün nə asandı, nə asan. Xəbərsizdik ömrümüzə biz hələ, taley yazan pozulmayan yazıdan. Dünya hələ bizim üçün nağıldı. Min arzuyla alışırdıq, yanırdıq. Özümüzü biz hamıdan ağıllı, özümüzü nə bəxtəvər sanırdıq. Məktəb illəri ömrümün ən şirin duyğulu qayğısız günləri. Hər anı bir ömrə bərabər